Salam, mən Rauf Kazımov, həkim-uroloq. Bugünkü mövzumuz şəkərli diabetli pasientlərdə erektil disfunksiyanın əmələ gəlmə mexanizmi barəsindədir. Xatırladım ki, erektil disfunksiya şəkərli diabetdə aşağıdakı 3 səbəb mexanizmi ilə əmələ gəlir. Birinci mexanizmdə damarlarda olan patoloji proseslərdir. Belə ki, damarlarda olan patoloji proseslərin hesabına mağaralı cismə gələn qan axını pozulur və nəticə etibarilə erektil disfunksiya yaranır. Digər bir mexanizm damar divarlarında, endotel hüceyrələrində maddələr mübadiləsinin şəkərli diabetdə pozulmasıdır və bunun hesabına da oksigen azlığı hesabına qan dövranının pozulması və nəticə etibarilə erektil disfunksiya baş verir. Və nəhayət, üçüncü mexanizm kişi cinsi hormonu testosteronun azalması hesabınadır. Xatırladım ki, şəkərli diabetli pasientlərdə nəzərə alsaq ki, birinci və ikincili tip şəkərli diabetlər bir-birlərindən fərqlənir. Nəticə etibarilə şəkərin aşağı düşməsi əsasdır deyə onların müalicəsi fərqli yöntəmdə aparılır. Belə ki, birincili tip şəkərli diabetli pasientlərdə şəkərin aşağı salınması üçün insulin və insulinə qədərki preparatlardan istifadə olunur. İkincili tip şəkərli diabetli pasientlərdə isə neyroleptiklərdən istifadə edərək nəticə etibarilə erektil funksiyada yaxşılaşmaya gətirib çıxara bilərik.